Bəzən adamlar elə düşünür ki, deməli, sən yaşın çoxdursa, sən müasir düşüncədən uzaqlaşmalısan. Sanki bunu normativ kimi qəbul edirlər. Ancaq mən elə düşünmürəm. Əlbəttə ki, yaş nisbi anlayışdır. Burada kəşf eləməli bir şey yoxdur. Amma mən düşünürəm ki, xüsusilə bu fikrim tək həm mənim yaşdakı insanlara aiddir, həyat görmüş, arxada illər ötürmüş, arxadakı illərinə hörməti olan adamlara daha çox aiddir, eyni zamanda gənclərə aiddir. Nədir? Odur ki, adamlar bilməlidir ki, istəyir cavan olsun, istəyir qoca olsun. Bu adamların hər ikisinə də aiddir. Ki, adamlar dayanmadan öyrənməyə çalışmalıdır. Öyrənmək, yenilənmək, saflaşmaq, durulmaq obrazını deyirəm, səhvlərinin üstünə çıxmaqdır. Öyrənməyən insana deyirəm, günənində qaldın, köhnəldin. Yəni, köhnədən heç kimi xoş gəlməz. Ona görə istəyirsən cavan ol, istəyirsən qoca ol, dəyişmək üçün, yenilənmək üçün, saflaşmaq üçün, səhvlərin üstünə çıxmaq üçün mütləq öyrənməlisən. Öyrənmək, yenə deyirəm, başqa cür desək, sükunətdə heç nə olmadığı kimi, mütləq mənada heç nə olmadığı kimi, insanın da öyrənmək zehninin tərz hərəkətidir. Deməli, hərəkətsiz heç nə mümkün deyil. Öyrənməyən insan artıq bugünün adamı deyil. Bugündən ayaqlaşa bilməyəcək. Ona görə də mən düşünürəm ki, mən daim öyrənməliyəm ki, mən bugünkü tələbləri görüm. Xüsusilə sosiallaşmaya daha çox önəm veririk. Sosial şəbəkəsiz həyatımızı təsəvvür eləmək artıq mümkün deyil. Dünya kiçilib. Dünya artıq ovucumuzun içində, indi telefonum əlimdə deyil, ovucumuzun içinə sığışır. Yəni, ona görə də biz düşünməməliyik ki, məsələn, adətən sosial şəbəkələrə çox vaxt ağıllı, ziyalı adamlarımız qaçırlar. Bu da bizim üçün fəlakətdir. Bu millət üçün də, dövlət üçün də, cəmiyyət üçün də. Mən istəyərdim ki, elə daha çox ağıllı adamlarımız, bir həyat yolu keçmiş insanlarımız öz həyat təcrübələri ilə və bilikləri ilə, illəri ilə bu sosial şəbəkələrdəki xidmətləri ilə cəmiyyətə daha böyük töhfə verərlər.